Salam xanımlar, istədim sizinlə bu günləri dodaq boyalarımı bölüşüm. Hansılar ki istifadə etmişəm, razı qalmışam, hansılar ki yaxşı deyil, onları sizinlə paylaşmaq istədim. Bunu Litualdan almışam, Sankt-Peterburqdan. Bu dodaq boyası çox yaxşıdır, yəni istifadə edəndə qalır. Yəni tez gedən boya deyil, rəngində çox gözəl verir. Bunu isə Ulubqadan almışam, Belor dizaynındır. Bu biraz yapışqan effekti verir dodağa istifadə edəndə. Amma rəngi də yəni olduğu kimi göstərir. Bu dodaq boyasını da Maqnitdən almışam. Çox gözəl rəngini verir və uzun müddət qalır. Yəni qalıcı dodaq boyası kimi də istifadə etmək olar. Bunu isə Vivian sabunundur. Bunu Olivia'dan almışam. Bu biraz rəngi az verir. Bunu nəmləndirici kimi istifadə etmək də olar. Bunu da Olivia'dan almışam. Ayaq kirəylə eynidir demək olar ki. Yəni amma dodaq karandaşı ilə düzəltmək olar biraz. Yəni tünd eləyib ortasına isə bunu vurmaq olar. Bunu Golden Rose'dan almışam. Çox yaxşıdır, amma əlbəttə ki qələmlə. Tünd rəngli, yəni tünd dərili xanımlara biraz yaxşı olmaya bilər o iki açıq rəng, yəni bilinməyə bilər. Bunu da Maqnitdən almışam. Beauty Bomb'undur. Düzdür, o qədər istifadə eləmirəm, çünki rəngi mənə görə tündür. Bu Kiko'nundur. Bunu bacım mənim üçün ad günümə hədiyyə eləmişdi. Çox gözəl rəngi var. Həm də qalıcılığı da yaxşıdır. Mən Kiko'nun pomadalarını ən çox da maye formasında olan pomadalarını çox sevirəm. Likid formasında. Qablaşdırması da çox gözəldir. Bu da Vivian sabunundur. 05 nömrəsi. Bunu əslində birinci hədiyyə olaraq almışdım. Sonra bəyəndim, özümə də aldım. Çox gözəl rəng verir. Bu da 18 nömrəsidir, Vivian sabunun. Bu da çox yaxşı rəng verir. Hanımları, dodaq boyalarım bu qədərdir. Ümid edirəm videomu bəyənərsiniz. Kanalıma da abunə olsanız sevinərəm. Belə videoları bəyənirsinizsə şərhlərdə mənə bildirərsiniz.